Değerli dostlar, bugün may ayının 24'ü 2025-ci il Azərbaycanın dilbər güşələrindən biri olan Qazax şəhərində Qırmızı Körpüdəyik. Gözəl anamı Borçalıya yola salıram. Çünkü cümlə ölənlər Allah rəhmət eləsin. Rəhmətli atam bu gözəl anamı mənə tapşırır. Eşq olsun Azərbaycanımıza, eşq olsun Borçalımıza. Cənnətə bənziyir gələndə bahar, hər qaya döşündə bir bulaq qaynar. Qartallı qayalar, lilparlı sular, könlümə düşmüsən yaman Borçalı. Çox çəkdi həsrətin anam Borçalı. Bu gözəl anamı Şirin olsun, hoş günler seninle olsun. Bu gözəl anamı Borçalıya yola salıram. Canın sağ olsun, Bu yurt, hoş günler seninle olsun. igidlər, ərənlər, yazıçılar, şairlər yetirən bir yurtdur. Burada dayan ay oğul, burada Qazax deyən babalarımızın ruhu şad olsun. Bax elə bu yurtda Amin. qazıflar, burada yurt salıblar. El bilir ki sən mənimsən, yurdum, yuvam, məskənimsən. Anam doğma vətənimsən, ayrılar bu könül candan. Azərbaycan, Azərbaycan. Səməd Vurğunun ruhu şad olsun, torpağı nurla dolsun, yeri cənnət olsun. Amin, amin. Eşq olsun Azərbaycanımıza. Yaşasın Turan.